Değerli dostlar, bir daha salam. Deməli, buna qədər biz esse məsələsində, yəni esse yazaq. What ilə başlayan sual tiplərinə baxmışdıq. What's your favorite falan filan. Əsas da o. How ilə başlayanlar keçən dərs vermişdik. İndi də yes no suallar, yəni cavabı bəli, xeyir olan suallar ki, bizimkilər buna ümumi suallar deyir, yəni general deyir. Heç bir cümlə üzvünə sual vermişsiniz. Sadəcə sualın cavabı bəli, xeyir. Hər üçü də topludandır, 11-ci sinif topludandır. Deyir, adada yaşamaq yaxşıdır, yoxsa pis? Bərbad sualdır. Sonra bir neçə dil öyrənmək faydalıdır. Əslində burada yazmalıydı. Niyə? Allah kömək olsun, kimsə yazdı. Elə deyil. Sən Allah belə esse sual olur. Mənə güldürməyin də. Niyə belə bu qədər bisavad adamları yığırsınız ora? Bu nə sualdır? Elə deyil. Ya, nə bilim, ya esse yazmaq formal bir şeydir də əslində, yəni. Bu danışıqda istifadə edilən bir sözdür. Yəni sən, mən oturuq danışırıq bir, nə bilim, demirəm bu da olur formal, amma yəni bu bir müraciətdir də. Yəni nəysə də, bu esse yazmaq sualı deyil, qardaş. Deyirəm niyə? Dil öyrənmək faydalıdır, bir neçə dil. Niyə? Elə deyil. Hə, elədir. Hə, cavab budur. Yəni, söhbət bağlandı. Bu bir. İkincisi də ki, qardaş, bu tip esse sualı da normalda deyirəm olmur. Çünki sualın cavabı yesdir, bir də no'dur. Hə, yox. Bu nə sualdır? Belə esse olar. Hər nəysə, yəni bizimkilərdən hər şey çıxır. Bilməm, bəlkə də uşaqların səviyyəsi aşağı olduğuna görə bu cür qeyri-adi, fantastik suallar verirlər. Nəysə. İndi bu üç sualdan mən çıxaraq deyirəm. Çünki fərqli tip sual da verə bilərlər. Bilmirəm, hələ ki bu üç sual fikrimizi bildiririk. Razısan, razı deyilsən söhbəti. Bir də şəxsi təcrübə, yəni başına belə bir şey gəlibmi, yaşamısansa, nə bilim, nə. Suallar da verəcəm, evdə yazarsın, ona da baxarıq elə belə. Okay? Burada da umbrella'da istifadə eləmisənmi? O gün uşaqlar deyir, mən deyir, musiqi haqqında, mən deyim, mən bilmirəm muğam nədir. Deyir, mən musiqidən anlayışım sıfırdır, müəllim, mən nə yazım? Mən qınamıram da uşağı. Okay. Yəni sualın bir tipinə baxın, sizdən nə istəyir? Okay? İndi səndən bir fikir soruşur. Yaxşıdır, pisdir, bu barədə nə düşünürsən? Yaxşı olar ki, intro nədir girişi? I think, I suppose, I believe, yəni bu ilə başlayır. For me, in my opinion. Yenə də atın, bu sizin üçün hazır bir cümlə verilib. This topic is very important for me, for people. At yes. First of all, bir fikri söyləyirsən. Second, ikinci fikri söyləyirsən. Finally, üçüncü fikri söyləyirsən. Yəni, səbəb göstərərsənsə, bu reason olsun. Okay. Ona görə də düşünürəm ki, yaxşıdır, pis. Məsələn, bizdən soruşur da, nə soruşur? Adada yaşamaq yaxşıdır, yoxsa pis? Deyən ki, I think cavabı ver. It's good, ya da it's bad. Living on an island is good, is bad. It has a negative side, it has a positive side. Ya da canım, it has negative sides, it has positive sides. Okay? I think it's good to live on an island because it has several positive sides. Söhbət bağlan, yaxşı tərəfləri deyirsən, ya da advantages falan. Getdi mi? First of all, niyəsin deyirsən, orada qəşəng heyvanlar var. İkincisi, havası təmizdir, atıram. Üçüncüsü də, mən orada gedə özümü çox rahat hiss edirəm. Çünki insanlardan uzaq duram. Mənim başımı xarab eləmirlər. Nə atırsan, tutursan, məsələn deyirəm. Ona görə də I thinking əvəzə for me falan. Adada yaşamaq mənim üçün qeyri-adidir, yaxşıdır, ləzzətlidir, bomba. Məsələn, this topic is very important deyə bu mövzu insanlar üçün çox maraqlı. İmini bu mövzu maraqlı deyil. Mən heç dəfə də bu mövzunu belə eşidirəm. Əvəzinə important yerdə müəllim nə verim? This topic is very interesting for me. Söhbət bağlandı. Dəyişə bilərsən. Okay? Razıyam, yes, I think, no, I don't think, bu da razı deyilsən. This topic is important, dedim, is interesting eləyə bilərsən. I agree, razılaşıram with this idea, bu ideya ilə. Bu artıq deməkdir ki, I think it is good deməkdir.
Body hissədə first of all verə bilərsən. Another reason keçənlərdəkilərdən də əlavə edə bilərsiniz. The next reason, the second reason, besides also, for example, sonluqda that's var, ona görə də so, ona görə də in my opinion falan əlavə edə bilərsiniz. Və nümunə də buradadır. I think, görsən interesting. Living on an island is good. This topic is very interesting for me. İndi burada many people yazmışsan for me elə. First of all, islands are quiet and beautiful. Çox sakitdirlər, gözəldilər. İkincisi, insanlar təbiətdən zövq alır, təmiz havadan zövq alır. Nəhayət, ada çox huzurludur. Peaceful, sülhsevər falan, yəni huzurlu, sakit, firavan. Ona görə də düşünürəm ki, adada yaşamaq yaxşıdır. Söhbət bağlandı. Sizdən demir ki, mənə gətir B1 ver, B2 ver. Digər suala baxaq. Deyir, məsələn, bir neçə dili bilmək faydalıdır. Bax, bu olmamalıydı, vay olmalıydı burada. Mənə elə gəlir ki, faydalıdır. Bugün insanlar səyahət edir, işləyir fərqli ölkələrdə. İlk öncə dil öyrənmək insanlara ünsiyyət qurmağa kömək eləyir. İkincisi, yaxşı iş tapmağa kömək eləyir. Nəhayət, dostluq qazanmağa kömək eləyir. Ona görə də düşünürəm ki, bir neçə dil bilmək vacibdir. Söhbət bağlandı yəni. Hazır qəliblər, hazır şablonlar elə öyrən, eyni temalar gəlib. Dediyim kimi, yəni mən sizə təxmin, yəni nə düşə bilər? Həm what olsun, how olsun, ya da belə olsun. Nə düşə bilər? Onları təxmin eləyəcəm, onlara şablonlar, nümunələr hazır verəcəm. Onları müntəzəm məşq eləyərsiniz ki, böyük ehtimal o mövzular və onlara yaxın mövzular olsa gəlib düşəcək. Qeyri-adi bir şey gəlib düşməyəcək. Və ikinci nümunəmizdə have you ever, yəni have you ever done, have you ever gone, have you ever visited, have you ever been to, okay? Burada deyir ki, have you ever used an umbrella to protect yourself from the sun? Hər neysə, ya belə bir sualımız var idi. Yəni, nə vaxtsa nəsə eləmisənmi? Keçmiş həyatında, keçmiş deyəndə bundan öncə, indiyənə qədər yaşadığın bir şey, təcrübənlə bağlı sənə bir sual soruşur, yəni sual verir. Yes, I have, no, I haven't. Yenə də deyirəm, mən bir şəxs üçün bu tip essay sualı olmur. Mən biraz IELTS-dan oradan məşğul olmuşam. Arada oluram. Yəni, bilirəm söhbəti. Belə zay suallar olmur. Neysə də oldu, keçdi. Yenə burada intro, body, conclusion verirsiniz. Yəni, neyinirsiniz? Hə. Sualın cavabı hə ya yox verirsiniz. Hə deyirsənsə, mən üçün, yox deyirsənsə, təbii ki, heç də verməyəsən. Yaxşı olar ki, hə deyəsən. Mənim üçün maraqlı bir təcrübə idi, ya da sərgüzəşt idi. Təcrübə mənasına sayılır, amma sərgüzəşt başqa yəni bir hadisə, əhval kimi sayılır. Nə zaman, nə vaxt olduğunu da deyəsən, başlayırsan, deyirsən ki, mən filan vaxtı, filan yerdə, filan hadisə baş verdi, filan şeyi aldım, ya da götürdüm, istifadə elədim. Özümü çox bomba hiss eləyirdim. Ona görə də bu mənim yadımdan çıxmır, həmişə xatırlayıram və s. və ilaxır. Yəni, söhbəti bağladın, getdi. İndi baxacaq, example-a baxacaq. Yenə eyni ifadələr verib, bura bir baxarsınız. Yenə başlanğıcda nə verirsiniz? Hə, eləmişəm, yox, eləməmişəm. Çox maraqlı idi, nə bilim, qəribə idi, gülməli idi, nə bilim, nə idi? Bəziyin də, bəziyin. Nə vaxt istifadə elədim, filan vaxt, xaçan, niyə, necə oldu bu prosesi danışırsan. Sonda deyirsən ki, heç unutmayacağım, çünki mənim üçün çox maraqlı idi. Möhtəşəm bir təcrübə idi, nə bilim, hələ də xatırlayıram, nə bilim, belə bir şey. Gəl, yoxlayaq. Deyir ki, hə, maraqlı bir sərgüzəşt idi, beach, çimərliyə keçən ya gedəndə istifadə elədim, hava, açırsan, niyə istifadə elədim? Çünki hava isti idi, günəşli idi, günəşdən qorunmaq üçün umbrella istifadə elədim, ona görə də həmişə bunu xatırlayıram. Söhbət bağlandı. Yəni, normalda orijinal ingiliscə danışım, orijinalda belə essay olmur da, yəni, 3-5 cümlədən ibarət essay olmaz. Essaylər indi doktorantura imtahanında da düşür, məsələn, 150, minimum 150 sözdən ibarət. IELTS, tipik IELTS, qraflar falan, 250-dən də yuxarı, söz deyirəm, 250 sözdən yuxarıda normal bildiyimiz essaylər düşür. Akademik. Burada deyir ki, istifadə eləmirsən, deyir, yox. Nə eləməsən, can sağ olsun. Mən adətən, niyəsin deməlisən, yəni, adətən. Hət geyinirəm hava isti olanda, düşünürəm ki, umbrellalar yaxşıdır, gündə daha yaxşıdır. Amma ola bilər ki, bir gün çimərlikdə istifadə edeyim, amma hələ ki, istifadə eləməmişəm. Salam söhbət bağlandı. Məncə,
hə demək və ona cavab vermək yox deyib cavab verməkdən daha rahat. Siz də bir deneyin. Nə deneyin türklər demiş? Praktik eləyəcəksiniz 6 dənə sual. Hamısı yes no suallardır. Səncə ya da siz böyük ehtimal gəlib düşə bilər imtahana. Yəni məsələn, baxaq görə hansından şübhələnirik? Səncə uşaqlar üçün ya da ümumiyyətcə hamı üçün də ola bilər, tələbələr üçün televizora baxmaq və ya telefondan istifadə eləmək və ya sosial şəbəkələrdə çox istifadə eləmək faydalıdır yoxsa yox? Yaxşıdır yoxsa? Bu tip belə bir sual düşər. Onlayn öyrənmək, əyani öyrənməkdən yaxşıdır yoxsa? Bu da düşə bilər. Yəni, bu ya da buna yaxın eyni fikir. Elektrik maşınları olsun, günəş enerjisi olsun ya da bu velosiped yazıb maşınlar əvəzinə istifadə eləyəkmi? Yaxşıdır yoxsa yox? Telefonlar tələbələr üçün zərərlidir, xeyirlidir, faydası varmı? Yəni bu tip sual. Ailənlə hər gün ya da dostlarınla olsun hər gün vaxt keçirmək səncə vacibdirmi? Və nə vaxtsa hansısa bir şəhərdə, ölkədə olmusanmı? Xaricə getmisənmi? Have you ever traveled? Have you ever visited? Have you ever been? Have you ever gone? Okay. Görürsünüz? İndi bunlara aid buralara baxmadan evdə yenə də öz fikirlərinizi yazın. Buralardan da istifadə edə bilərsiniz, nümunələrdən, nə bilim, şablon sözlərdən və s. Bir yazın, bir məşq eləyin. Okay. Fikir verirsinizsə, have-dən sual versə adətən bu present perfectly, yes, I have, no, I haven't. Amma o artıq təsvirlərini keçəcək pastda. Past, simple, past, continuous. Amma indiki zamanda ümumi, general anlamda bir şey soruşursa, adətən simple presentdən istifadə edirsiniz. Belə, gözəl insanlar. Evdə hazırlaşırsınız, gələn dərs qoşulursunuz. İnşallah bunlardan da bir baxarsınız, yazarsınız, neçəsini yazarsınız, göstərərsiniz. Bir baxarıq. Hətta göstərməyim bunu. Yazdıqsa, məsələn, yazmışsınız. Bax bunu. Atırsınız bunu, copy paste edirsiniz. Kompüterdə yazın, telefonda yazın. Atın ChatGPT-yə deyən qardaş bax. A2 level'da minimum 3 cümlədən ibarət. Mən essay yazmalıyam, sual budur. Mənim yazdığım essay budur. 5 bal üzərindən bunu yoxla. Neçə verərsən? Bir dənə, 2-dən, 3-dən, 5-dən yaz at. Sənə deyən ki, feedback də ver. Niyə, nəyi səhvdir, nə düzdür, nəyi inkişaf elətdir, sənin üçün yazacaq. Ciddiyəm. Belə, gözəl insanlar. Gələn dərs görüşərik. Hələlik 9'lar üçün video çəkəcəm. Ona da baxaq. Hələlik.